Söylediğimiz kimi Fatiha suresi en güçlü tedavidir. En güçlü. Ona göre de geçmiş alimlerimizden İbn-i Qayyim rahmetullah deyir ki Fatiha ile düzgün tedavi olunan kimse acayip təsir ettiğini görer. Ve deyir ki ben Mekke'de bir müddet kaldım ve hastalandım. Ne hekim vardı ne de derman vardı. Ve özümü Fatiha suresiyle sadece Fatiha suresiyle muhalece etmeye başladım. Sadece Fatiha suresini oxuyur özünə. Və deyir ki, bunun şəfaya çox acayip təsirini gördüm. Və ondan sonra kimi ağrıyan görsəm, xəstə görsəm, həmən deyərdim ki, Fatiha ilə müalicə ol. Yəni özünə Fatiha suresini oxu. Və çoxunu kim belə etdisə, çox sürətli, yəni tez sağaldığını gördüm. Gec deyil, tez sağaldığını gördüm. Ona görə də hər kəsə bunu tövsiyə edirdi. Bir qıssəni deyəcəm. Əvvəlki alimlərdən birisi bir xəstə ziyarətinə gedir və xəstə bu alimə deyir ki, mənim üçün dua et, yəni şəfa duası et. Alim ona nə deyir? Demir ki, edərəm falan. Yox, ona nə anlatır? Ona deyir ki, sən bu indi dar anındasan, sıxıntı anındasan və belə bir kimsənin dualarını uca Allah tez qəbul edir, həmən qəbul edir. Ona görə də sən indi özün üçün dua et. Başqasına demə ki, mənə dua et. Amma ki, biz də tabii ki, zahir qəlbdən, qeybi qəlbdən, yəni ki, sənin arxanca da dua edəcəyik, şəfa duası edəcəyik. Amma sən özünə şu an dua et. Çünki sənin duan indi qəbul olmağa daha yaxındır. Hədis var. Yəni ki, Allah Azze və Cəllə xəstənin yanında olur. Yəni ki, onunla olur. Ona görə də özəlliklə də dar anındadır deyə Allah belə kimsələrin dualarını qəbul edir. Allah ayətdə deyir ki, Allaha qoşduğunuz şəriklərmi yaxşıdır? Yaxud əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran, sizdən şəri sovuşduran, bu Nəml surəsi 62-ci ayətdədir. Ona görə də Allah darda olan kimsələrin duasını qəbul edir. Hətta Allaha ortaq qoşan müşriklər vardı Qureyşdən və ya digər kafirlər vardır kitab əhlindən. Onlar da anında Allaha dua etdikdə Allah, baxmayaraq ki, onlar Allahı inkar edirlər, Allah onlara yardım edirdi. Çünki Allah Ar-Rahmandır, mərhəmətlidir, quluna acıyır, mərhəmət etmək istəyir. Ona görə də Allaha qayıtdığı üçün, döndüyü üçün, Allaha dua etdiyi üçün Allah onun o duasını qəbul edib sıxıntıdan qurtarır. Bəs o zaman Allaha iman edən kimsəyə Allah şəfa verməzmi? Allah yardım etməzmi? Ona görə də xəstə mütləq Allaha dualarını çoxaltmalıdır. Allaha zikirlərini çoxaltmalıdır. Özəlliklə də Quranı çox dinləməlidir. Və burada çox önəmli nöqtə var. Xəstə yəqinlik içində olmalıdır. Yəni ki, yəqinlik içində olmalıdır ki, Allah ona şəfa verəcəkdir. Allah ona mütləq şəfa verəcəkdir. Allah çünki mərhəmətlidir. Yəni Allahın əsmalarını qəbul etməlidir. Əsmalar və sifətlərinə inanmalıdır. Allah rəhmət göndərəndir. Allah mərhəmət edəndir. Ar-Rahimdir, Ar-Rahmandır. Və vücudu qəbul hala gəlməlidir. Qəlb və vücud hamısı birləşərək bu halda olduqda o vücudda xəstəlik inşallah ki qalmayacaqdır. Allah göndərəcəkdir. Ona görə də dedim ki, qəlb də hazır vəziyyətdə olmalıdır. Qəlb hazır qəbul etmə və götürmə durumunda olduqda bütün şəfalar Allahdan gələcəkdir inşallah. Ona görə də Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir ki, dualarınızın qəbul olunacağına yəqinlik içərisində olaraq Allaha dua edin. Və bilin ki, qəlbi qafil və laqid olandan Allah duanı qəbul etməz. Yəni ki, dua edirsən, amma heç bilmirsən ki, nə deyirsən. Qəlbində onu hiss eləmirsən. Belə etməmək lazımdır dua etdikdə. Dua etdikdə Peyğəmbərimizin dediyi kimi yəqin içərisində olmalısan. Qəlbinlə hiss etməlisən. Öz duandan qafil olmamalısan. Dua nə dediyini anlamalısan. Qəlbin əgər bu haldasansa, demək ki, sən doğrudan da dar durumdasan. Gerçəkdən də sidq ürəkdən Allahdan şəfa istəyirsən. Bax, belə birisinin duasını Allah qəbul edəcəkdir. Ona görə də bəzən görürsən ki, bəzi xəstələrin duaları qəbul olunur, bəziləri qəbul olunmur. Niyə? Çünki onun özünə aiddir bu səbəblər. Duasına aiddir. Ona görə də xəstələr həkimə yardımcı olmalıdır. Həkim xəstələrə deyil.
Ona görə xəstələr özləri özlərinə acımalıdırlar. Özləri özlərini hazır duruma gətirməlidirlər. Ona görə də burada bu çox önəmli məsələdir. Yəni xəstə belə deməməlidir. Ya inamsızlıq içərisində belə deməməlidir ki, bunu da deyək, yəni sınaqdan çıxaraq görək. Belə deməməlidir. Əksinə deməlidir ki, yəni yəqinlik içərisində olaraq o bitkisel ilaçları və yaxud da ki ruhi ilaçları, yəni ki Qur'anı yəqinliklə qəbul eləməlidir. Yəqinlik içərisində olmalıdır ki, inşallah Allah bu səbəblərlə ona şəfa verəcəkdir. Çünki bu hədisin, yuxarıdakı söylədiyim hədisin də bildirdiyi kimi şəfa yəqinliklədir. Ona görə də yəni mən bunu sınaqdan çıxarım falan bu düşüncədə olmamalıdır. Çünki bu tərəddüddür. Tərəddüd yəqinliyin əksidir. Əgər sağalmaq istəyirsinizsə, mütləq yəqinlik içərisində olmalısınız. Tərəddüd içərisində, şək şübhə içərisində deyil. Şək şübhənin özü bir xəstəlikdir. Bu qəlb xəstəliklərindəndir. Alimlərimiz bunları qəlb xəstəlikləri sırasında, cərgəsində vermişlər. Şək şübhə qəlbə girdikdə onları çıxaracaq şey Qur'andır. Vəssalam. Əgər Qur'ana iman edirsənsə, Qur'an ayətlərini dinlədikdə o xəstəliklər, şək şübhə, nifaq xəstəlikləri mütləq oradan çıxacaqdır inşallah Teala. Baxın, Uca Allah Qur'anda nə deyir? Allahı unutduqları üçün, Allahın da onları özlərinə unutturduğu, yəni xeyirlərini başa düşməyən kimsələrə bənzəməyin. Onlar fasiqlərdir. Bu Həşr surəsi 19-cu ayətdədir. Ona görə də Allaha dönmək lazımdır. Allaha qəlblə, sidqlə, səmiyyətlə dönmək lazımdır. Yəni Allahla aranı düzəltmək lazımdır. Allahla aranı düzəldərsənsə, Allah sənin bütün hər şeyini, bütün işlərini düzəldəcəkdir. Bütün sıxıntılarını düzəldəcəkdir. Uca Allah başqa ayətdə belə buyurur. Bismillahirrahmanirrahim. Əgər biz bu Qur'anı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan kiçildiyini, parça-parça olduğunu görərdin. Bu Həşr surəsi 21-ci ayətdədir. Yəni ki, Qur'an böyük olan o dağa nazil olduqda onu parça-parça edərsə, o zaman qəlbə girdiyində qəlbdəki bütün xəstəlikləri parça-parça edib dağıdıb çıxarar Allahın izni ilə. Anlayırsınız deyilmi inşallah? Qəlbdə şək şübhə xəstəlikləri, digər xəstəliklər hamısı parça-parça olub dağılıb gedəcəkdir, çəkiləcəkdir. Yetər ki, sən Qur'an ayətlərini qəlbinə girməsinə izin ver. Bunun üçün şərait yarat. Belə olduqda İnşallah ki, xəstə sağalacaqdır. Və digər bir nöqtə, qəlbdəki sıxıntıların, xəstəliklərin çıxartılması, getməsi üçün, yəni sağlaması, düzəlməsi üçün Peyğəmbərimizdən çox gözəl bir hədisi vardır, sallallahu aleyhi ve sellem. Burada maddi olaraq tədavidir. Sünnətdə gələn bitkilərlə tədavidir. Bunlardan əsası budur ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem demişdir ki, təlbinə şorbası var, təlbinə şorbası. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bunu demişdir ki, qəlbi xəstə olan xəstələrinizə düzəldin, verin, bunu yedirin, o qəlbə şəfadır. Nədir bu şorba? Bunun tərifini inşallah iləride verəcəm, yazıb da göndərəcəm inşallah. Bu şorba haqqında Peyğəmbərimiz belə buyurmuşdur. Bu şorba üzüntü və kədərli olan kimsənin könlünü qüvvətləndirər, yəni ürəyini qüvvətləndirər. Sizdən birinin üzündəki kiri su ilə yıxayıb təmizlədiyi kimi bu şorba da xəstənin qəlbindən ələm və kədəri götürər. Bunu Buxari, Müslim, İbn Həmbəl, bunu hamısı rivayet etmişdirlər. Ona görə də bu şorba nədir? Qəlb ağrısına və kədərinə və hüzününə şəfadır. Və bir neçə hədis var bu şorba haqqında Peyğəmbərimizin sallallahu aleyhi ve sellem. Amma çox üzüntü ilə söyləyirəm ki, bizim indiki Müslüman insanlarımız, Müslümanam deyən insanlarımız, yəni ki, Müslüman qardaşlarımız və bacılarımız bu şorba nədir? Heç adını eşitməyiblər. Çünki dinlərini öyrənmirlər, kitab oxumurlar, başqa şeylərlə, işlərlə məşğuldurlar, bunu bilmirlər. Və xəstələndikdə də ilaçlara tutunurlar və sonra da xəstələri daha da şiddətlənir, heç sağalmırlar, sonra da şikayətlənirlər. Bunun səbəbi biz özümüzük. Ona görə də dediyim kimi bu çorbanı düzəldib xəstəyə vermək lazımdır. İnşallah ki, xəstə sağalacaqdır. Çox faydası olacaqdır ilk öncə və buna bir müddət davam etmək lazımdır.
Və bunun yaraları indiki həkimlər nə deyirlər, doktorlar nə deyirlər? Bunun təcrübələrini də gördülər, şəfaya səbəb olduğunu da gördülər və hansı xəstəliklərə şəfa olduğunu da gördülər və hamısını qeyd etdilər. Və bundan sonra da həkimlər dedilər ki, bu şorbanın, təlbinə şorbasının yaraları bunlardır, faydaları bunlardır. Depresyon, stres və bunalımın qarşısını alır. Bu cür xəstəlikləri qaldırır Allahın izni ilə. Həzmi düzəldir. Qəlbə fayda verir. Sıtmayı, yəni ateşlənməyi keçirir. Böyrək daşına fayda verir. Qaraciyəri qüvvətləndirir. Məsane və böyrək iltihabına fayda verir. İdrar sökdürür. Ekzema və qaşıntıya yaxşı gəlir. Cilt təmizliyində yaxşıdır. Ağız və boğaz iltihabında fayda verir. Və bu xəstələrdə istifadə olunur bu şorba. Hərarət gedəricidir, götürücüdür. Bronşit, öskürük və vərəmə faydalıdır. Şəkəri düşürür. Vücuda qüvvət verir. Yəni xəstələrin ümumən güclərini toparlamalarına səbəb olur. Və bir çox digər xəstələrə də faydadır həkimlərin çıxardığına görə hamısını yazmışlar. Məsələn, kolesterolu düşürmək və s. Bir sürü. Bir Peyğəmbərimiz s.ə.v bu çorbanı demiş, baxın nə qədər şeylərə faydalıdır. Bu çorbanın tərifini inşallah ayrıca söyləyəcəm. Yazıb götürərsiniz və istifadə edərsiniz Allahın izni ilə. Ona görə də ilk başda dediyim kimi imanın mizacı, təbiəti sıcaqdır. İman etmək bu sıcaqlıqdır. Ona görə də bu sıcaqlıq, bu nur olmayan qəlb nə olur? Dar və sıxıntılı olur. Ona görə də ilk başda da dediyim kimi imanımızı gücləndirməyə çalışmalıyıq. Bu da Qur'anla olur. Peyğəmbərimizin həyatını oxuyaraq Peyğəmbərimizi tanımaqla olur. Və Quran nazil sırasında Qur'anı yaşayan sahabələrin həyatını öyrənməyimizlə olur. Əsas bunlar. Bunların üçünü oxuyarsa insan, iman edərsə, əməl etməyə, gücü daxilində əməl etməyə başlayarsa, bütün o sıxıntılar onlardan uzaq olmağa başlayacaq. Çünki bir insan iman edib, namaz qılmağa başladıqda, Allaha yaxınlaşdıqda, insan namaza girdikdə o nurlu bir qaladır. Niyə nurlu bir qala deyirəm? Sən qalanı gözlərinlə görməyə bilərsən. Çünki bu nurlu bir qaladır. Ora nə şeytan yaxınlaşar, nə insan şeytanları yaxınlaşar, nə pisliklər, şərlər, bəlalar, heç bir şey ona yaxınlaşmaz. İnşallah bunlar haqqında yavaş-yavaş az bir qismdə, az-az, 2 dəqiqəlik, 3 dəqiqəlik, 1 dəqiqəlik zikir haqqında, Allahı zikr etmək haqqında faydaları göndərəcəm. Baxarsınız, bir insan Allahı zikr etdikdə nələrə qovuşur. Və bununla da insanın yəqinliyi, iman gücü artmağa başlayır və bütün faydalar ona yaxınlaşmağa başlayır. Yəni deməyə budur ki, insan namaza girdikdə, Qurana bağlandıqda bütün şərlər, şər qüvvələr ondan uzaq olmağa başlayır. Çünki o elə bir nurlu qalaya girmişdir ki, aləmlərin Rəbbinin huzurundadır, qarşısındadır. Kimsə ona toxuna bilərmi? Xeyr. Və buradakı şərt nədir? Yəqinliklə, imanla Allaha namaz qılmaqdır, zikr etməkdir. Uca Allaha dua edirəm ki, bütün müsəlman xəstələrimizə şəfa versin, xəstə olmayan müsəlmanlarımızı qorusun. Amin. Vəlhamdülillahi Rabbil aləmin.